Sabahınız xeyirli, uğurlu olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi salamlayıram, xoş gördük. Sağlıqla proqramında nələrdən danışacaq? Təbii ki, ilk öncə mövzumuzu nəzərinizdə çatdırıram. Babasil xəstəliyinin müasir müalicə metodları, həmçinin diaqnostikası haqqında danışacaq və təbii ki, bu xəstəlikdən əziyyət çəkənlər, ümumiyyətlə düz bağırsaq xəstəliyindən əziyyət çəkənlər ekranlara yaxın əyləşin, qonağımızı təqdim edirəm. Qonağımız Türkiyə Koloproktologiya Cəmiyyətinin üzvü və Grand Hospitalın ümumi cərrahı koloproktoloq Türkan Gündüzdür. Türkan xanım, xoş gördük sizi, xoş gəlmişsiniz. Təşəkkür edirəm, xoş gördük. Bir müddət gəlmədiniz studiyamıza, darıxdıq sizdən ötürü. Çünki gələndə hər dəfə bu problemlərlə bağlı, bu xəstəliklərlə bağlı doğrudan bizə müasir həm diaqnostika, həm müalicə metodları haqqında məlumat verirsiniz ki, bu da tamaşaçılarımız üçün çox önəmlidir. Yəni artıq praktikanızdan da bilirsiniz ki, bu xəstəlikdən əziyyət çəkənlər Azərbaycanda kifayət qədərdir. Və beləliklə gəlin görək, babasil niyə yaranır? İlk öncə bunu bir araşdıraq. Əvvəla belə deyim, babasilin bir neçə yaranma səbəbləri var. Yəni bunların başlıca səbəbi oturaq həyat tərzidir, qəbizlik probleminin olmağıdır, ishalın və yaxud da acılı, istiyotlu, yəni diyetalara riayət eləməməyin nədənləridir. Alkolik içəcəklərin, yəni alkol qəbul eləmək özü də babasil xəstəliyinin yaranma səbəblərindən biridir. Ona görə də burada başlıca səbəbləri aradan qaldırmaq lazımdır ki, bir də bu xəstəliklə qarşı-qarşıya gəlməyəsən deyə. Babasil xəstəliyi ümumiyyətlə bunu qeyd edeyim ki, yəni bilənlər bilir onsuz da, əhalimiz yetərincə məlumatlıdır bu barədə. Bilməyənlərə deyək ki, bunlar varis problemidir, yəni damar problemi. Necə ki, bəylərdə və xanımlarda ayaqlarında damar problemi yaşayırlarsa, eyni zamanda düz bağırsaqlarında da varis genişlənməsi olursa, buna babasil xəstəliyi deyilir. Bəzən pasiyentlər bizə müraciət edəndə deyirlər ki, doktor, mənə düyün dedilər. Düyün nə deməkdir? Düyün elə bəzən babasilə verilən addır. Yəni bundan narahat olmasınlar. Yəni babasil nədir soruşsaq, bu bir damardır, damar genişlənməsidir. Sadəcə bağırsaqda baş verir. Çünki damar genişlənməsi ayaqlarımızda da ola bilir. Bunu varikoz xəstəliyi də var. Bu da damar patologiyasıdır. Demək, səbəblərdən biri dediniz qəbizlik. Qəbizlik problemi. Qəbizlik də yad deyil insanlara. Çox insan bundan əziyyət çəkir və uzun hətta illərlə müalicə alır, bəzi preparatlardan istifadə edir. Amma yəni heç cür bu problemdən qutara bilmirlər canlarını. Görək siz nə məsləhət verirsiniz? Həqiqətən də bu qəbizlik gündəmin xəstəliklərindən birinə dönüşüb. Yəni əvvəl də var idi əlbəttə ki bu xəstəlik, amma indi daha çox yayılıbdır. Nədən bu xəstəlik çox yayılıb? Belə deyim, həm anatomik nədənlərdən dolayı da ən başlıca səbəbləri isə bizim yaşam tərzimizdir. Yəni oturaq həyat tərzimiz, məsələn, aktiv yaşam tərzinin az olması, yediyimiz qidalar, məsələn, duru yeməklər və yaxud da pasiyentlərimə bəzən soruşuram ki, su içirsənmi? Deyir ki, yox, çay içirəm. Ona görə də mayeni çox qəbul eləmək lazımdır və burada əlbəttə diyeta da çox önəmlidir. Məsələn, acılı, baharatlı yeməklərdən uzaq qaçmalıdırlar. Bir sözlə belə deyək, qəbizliyin də özünün səbəbləri var. Necə ki, babasili törədən səbəblərdən biri qəbizlikdir. Qəbizliyin də öz səbəbləri var. Onlardan biri, deməli, düzgün qidalanmamaq, pəhrizə riayət etməmək. Başqa nəsə problem ola bilərmi? Mən belə deyim, anadan gəlmə, anatomik bağırsaq uzanması, genişlənməsi problemləri də qəbizlik problemi yarada bilər. Yəni, bunlar artıq qlobal bir problemlərdir. Bəzən də olur ki, ptoz deyirik, bağırsağın sallanması. Baxırsan ki, həqiqətən burada uzanmanı aradan qaldırmaq olar, amma sallanma problemi biraz da daha qlobal problemdir. Çünki bəzən uzanma ilə sallanma yanaşı gələn bir xəstəlikdir. Yəni ki, bərabər olur. Bəzən görürsən ki, biz uzanmanı götürsək də sallanmanı aradan qaldıra bilmirik və yaxud da bu xəstədə problem yaradır. Yəni bu həmin ptoz dediyimiz. Ona görə də biz burada çalışırıq ki, aktiv yaşam tərzi, diyeta, bol-bol hərəkət qabiliyyətinin olması. Yox, əgər xəstədə yenə buna baxmayaraq biz xəstəni bilinçləndiririk. Buna rağmen düzəlmirsə bunun qəbizlik problemi, biz artıq burada anastomoz, yəni bağırsaq əməliyyatı təklif edirik, hansı ki, o uzanmanı aradan qaldırmaq və peristaltikanı yaxşılaşdırmaq əməliyyatı təklif edirik. Onlar da əlbəttə ki, daha son çarə, bu əməliyyatdır, ən son çarə və bu əməliyyatları qarın boşluğundan həyata keçirdirik. Həmin o bağırsağın uzanmış ilgəyini, əlavə ilgəyi aradan qaldırıb anastomoz qoyuruq və bu zamanda artıq bunun normal defikasiya aktı normallaşır. Demək ki, bundandır ki, bəzən o babasil deyil, qəbizliyə qarşı müalicə alanlar var ki, deyək ki, pəhrizinə də riayət eləyir, düzgün qidalanır,
su Bəli. da içir, Bəli. amma yenə də qəbizlik var. Demək ki, burada dərin araşdırma etmək lazımdır. Gəlin baxaq görək, hansı diaqnostik metod kömək edər ki, aşkarlansın, hansı nədən gəlir irəli? Burada babasil xəstəliyi varsa, babasildən danışdıqsa və yaxud da qəbizlik varsa, problem deyil. Biz bunları irqografik müayinə və yaxud da kolonoskopik müayinəyə göndəririk. Bu zaman biz araşdırırıq, irqografik müayinənin öz yeri var. Çünki biz burada xüsusi kontrast maddə verilir, biz oradakı uzanmanı, sallanmanı təyin edə bilirik. Amma yəni kolonoskopiya ilə isə biz bağırsaqda olan polipləri, divertikülləri və yaxud da orada olan hər hansı bir tümörü biz görə bilirik. Xəstələrimiz bəzən deyir ki, doktor sən özün müayinə elədin, babasili gördün də, yəni nəyə ehtiyac var mən kolonoskopiyaya keçim? Deyirəm, əməliyyata alıramsa mənim iş prinsipim belədir. Mütləq kolonoskopiya və yaxud da rektoskopik müayinə mütləqdir. Çünki orada bizim gözümüzdən qaçan hər hansı bir tümör ola bilər. Həqiqətən. Və bu zamanda biz artıq o xəstəni bilinçləndirməliyik əməliyyatdan öncə. Sonra deməsin ki, niyə demədin? Yəni həkim sənsən. Ona görə də biz bu kolonoskopiyanı eləyəndə həqiqətən də çox olub ki, bizim belə xəstələrimiz ki, tamamilə yanlış müalicələr alıblar. Məsələn, belə deyim, böyrəyində daş problemi olan 70 yaşında bir qadın var idi, rayon yerində idi. Deyir ki, böyrəyimdə daşım var, UZI-dən keçibdi, görüblər böyrəyində daş var və uzun müddət bunun müalicəsini alıb. Amma heç kəsin aklına gəlməyib ki, bunu kolonoskopiya eləyək. Və xanımda qanaxma baş verib, təsəvvür eləyin. Və artıq elə bir vəziyyətdə gətirdilər ki, onun bağırsağın, yoğun bağırsağın bəlli bir hissəsi artıq tümörlə tamamilə əhatə olunmuşdu və nekrozlaşma gedirdi orada. Ona görə də mən buradan efirlər vasitəsilə olsun, yəni həmişə pasientlərimə deyirəm, hər ehtimala qarşı 50 yaşından yuxarı ildə bir dəfə, ildə 2 dəfə kolonoskopik müayinə, check-up müayinəsi kimi lazımdır. Bəli, gənc xəstədirsə biz bunlara biraz məsləhət görmürük. Əgər genetik faktorda mədə kanser, yəni mədə xərçəngindən və yaxud da bağırsaq xərçəngindən əziyyət çəkənlər olubsa bunların ailəsində, o zaman bəli, biz artıq kontrol olaraq xəstəmizə əgər əməliyyata alırıqsa, biz bunlara kolonoskopik müayinəni məsləhət görürük. Aydındır. Düzdür, bizim bugünkü əsas mövzumuz babasil xəstəliyidir və babasilin müasir müalicə metodlarıdır. Elə birazdan bu haqda danışacağıq. Sadəcə niyə qəbizliklə bağlı bir sıra sualları ünvanladım? Çünki babasili törədən səbəblərdən, başlıca səbəblərdən qəbizlikdir. Qəbizliyin özünü törədən səbəblər var. Hamısı bir-biri ilə bağlı olduğu üçün bunu araşdırmaq lazımdır, kökündən həll etmək lazımdır. Amma gəlin belə edək, gəlin biz artıq keçək babasilin müalicəsinə. Diaqnostikanı artıq qeyd elədiniz. Kolonoskopiya düşünürəm ki, bu elə babasil üçün də keçərlidir. Əlbəttə, əlbəttə. Orada nə olduğunu biz görürük. Anal çat mı var və yaxud da babasil problemi mi var? Elə əsas elə monitorumuzda da görsənir. Bəli, görüntümüz gəlsin. Bu kolonoskopiyadır yəqin ki, bizə Türkan xanım nümayiş etdirəcəkdir. Bəli, buyurun Türkan xanım. Aha. Mən burada, bu, yəni babasilin necə yaranmağını göstərir, belə deyim. Yəni bant liqasyon üsuludur. Bax, bu indi monitorda gördüyümüz bir tərəfdə də anaskopumuz var. Bu anaskop vasitəsilə pasient bizə müraciət edəndə biz xüsusi onun işığı var, həmin o qurğunun müayinə edirik və ən bəsit yöntəmlərdən biri bant liqasyon rezin həlqə qoymaq üsuludur ki, yəni burada biz özəl bir əməliyyatxanada, yəni bunu, hətta müayinəxanədə də olar, belə deyim sizə, yəni Türkiyədə bunlar özəl bir müayinəxana, əlbəttə steril şəraitdə olmalıdır və bunların xüsusi ucluğu var. Bax, monitordan görürsünüz, əlimdə cihaz var, mənim rezin bant liqasyon cihazıdır. Hansı ki, bunların ucuna rezin həlqələr keçirilir və bu rezin həlqələr vasitəsilə biz həmin o anaskopla xüsusi sorucuya bağlanır və rezin həlqələr babasilin boğma üsulu deyilir. Babasilin boğma. Bir ətli xal düşünün, Vəfa xanım. Həmin bu ətli xalda elə bir ki, necə bağlayırsan, boğursan. Eyni şəkildə də bu da. Amma bu hər babasilə uygulanmaz. Bizim başqa üsul əməliyyatlarımız da var. Elə alətin, bu bizim xüsusi anaskopumuzdur, belə qeyd edeyim. Və belə deyim sizə, elə cihazın birini gətirmişəm özümlə studiyamıza. Bəli, birazdan bunu da təqdim edəcəyik tamaşaçılarımızın nəzərinə. Son zamanlar, yəni lazer anlayışı bir çox sahədə belə istifadə olundu. Xüsusən də tibbdə daha da geniş istifadə olundu. Və hörmətli tamaşaçılarımız çox eşitmişsiniz, bilirsiniz ki, bəzi əməliyyatlar, hətta bir çox əməliyyatlar lazer üsulu ilə aparılır. Amma lazer nədir? Bəlkə bir çoxlarınız görməmişsiniz. Bunu Türkan xanım gətirdi xüsusi olaraq sizə təqdim etmək üçün. Mən istərdim operatorlarımız bu lazer cihazını daha da yaxından tamaşaçılarımıza göstərsinlər. Mən belə deyim. Və Türkan xanım, çox üzr istəyirəm, onu bir işlədin görək necə. İşlədək. Kakraz monitorda da verilir. Zəhmət olmazsa rejissorlarımız yaxından çəksinlər. Həm mexanizmi mən burada canlı göstərəcəm, həm də orada var. Demək, bu bizim infrared kalkulyasyon lazerdir. Qızıl ötəsi işıq deyirlər buna. Yəni ki, bunun xüsusi bax cihazı indi mən göstərəcəm sizə. Bax, belə göstərim. Bax, fikir verin, bax gördünüz, işığı var bunun. Və bu işıq, bu ucluqdan çıxır. Bax, fikir verin.
verin, baba bunun ucluğunda görürsünüz. Bu nə deməkdir? Əgər daxili hemoroid düyünlərimiz varsa, bunlar rezin həlqə ilə deyil, üzr istəyirəm. Yəni biz anaskopla baxırıq və bunları, həmin onları pijiganya deyim, yəni yandırma üsulu deyim, belə deyim sizə. Və oradakı qan dövranı pozduğuna görə əsasən də qanayan babasillərdə çox faydalıdır. Belə deyim, daxildədir, düyünü görmür, yəni babasil düyününü görmür, amma daxildən bir qanaxma, ağırlıq hissinin olmağını görür pasiyentimiz və biz mütləq şəkildə bunu yəni bunu məsləhət görürük və bunlar da 5 dəqiqə, belə deyim, zamanımızı alır bizim. 5 dəqiqəlik, 10 dəqiqəlik bir əməliyyatdır. Özünüz də görürsünüz ki, bax burada canlı mən göstərim yenə. Bu işıq vasitəsilə həmin o babasil düyünləri hansı istiqamətdədirsə biz onları yandırırıq. Belə deyək, yandırırsınız. Bəli. Yandırırsınız, amma bir şey var. İndi hal-hazırda Grand Hospitalda siz orada fəaliyyət göstərirsiniz. Bu xəstəlikləri aradan qaldırsınız. Amma sizin əlinizin altında o qədər üsul var bu babasili aradan qaldırmaq üçün. Biraz öncə rezin həlqələr dediniz, lazer dediniz. Bilirəm ki, hətta başqa üsullar da var. Çox üsullarımız var. Bəs bu üsulları necə bilirsiniz? Hansı xəstə, hansı üsulu seçirsiniz? Bax, indi monitorda da bir dənə də görüntümüz var, xahiş edirəm. Onu göstərsinlər. Bax, bu da başqa bir, bu həqiqi lazer aparatıdır, belə deyim sizə. Bu infrared koagülyasiyon lazerdir. Amma bu isə həqiqətən lazerdir. Yəni, bunu bizə Almaniyadan gətirirlər. Ucluqlar bizə biraz maliyyəti biraz baha başa gəlir. Amma burada da həm daxili, həm də iç, həm xarici hemoroidi yandırmaq olur. Yandırmaq deyəndə ki, balaca bir iynə ucu qədər bir ucluğu var bunun. Xüsusi gözlüklərlə istifadə edərək biz bu əməliyyatı icra edirik. Çünki gözlərə çox ziyandır. Yəni, onun işığı daha güclüdür bununkindən, belə deyim sizə. Və daxili hemoroidlər də böyük. Hansı ki, belə deyim, ən çox ürək xəstəliyi olan insanlarda, ürəyində problem olan, hansı ki, təkrarı anesteziya olmaz, narkoz olmaz, əməliyyat olmaz. Biz bu əməliyyatları məsləhət görürük və bunlar yerli yerləşdirici altında icra olunan əməliyyatlardır. Xəstəmiz harasa 10-15 dəqiqə ərzində bu əməliyyata girir və çıxır heç bir ağrı, acı, yəni ağrısız, qansız əməliyyatda həqiqətən də. Elədiyimiz xəstələr özləri bilirlər. Yəni normal biz bunu səhər məsələn icra edib, əgər həqiqətən lazer eləyəcəksə və axşam bunlar geriyə dönə bilərlər, öz işlərinə dönə bilərlər. Bir sözdən bu cihazların hərəsinin, yəni bu metodların hərəsinin öz göstərişi var. Əlbəttə. Yəni bir xəstədə ola bilər ki, bu biraz öncə göstərdiyiniz cihazdan istifadə edərsiniz, digər xəstəyə rezin həlqələrdən istifadə edərsiniz. Bunu təbii ki, müayinələr zamanı siz müəyyən edirsiniz. Bir də monitorda bir dənə də görüntümüz var. İstəyərdim onu da göstərək. Yəni bu da Longo cihazıdır. Hansı ki, həqiqətən bu cihaz da çox gözəl bir cihazdır. Burada xəstələrimizdə bağırsağın uzanması, belə deyim, varsa əgər, eyni zamanda, yəni prolapsus, belə deyim, sallanma babasillə yanaşı biz bu əməliyyatları icra edirik. Hətta klinikamızda yüksək səviyyədə həqiqətən bu əməliyyatları aparıq və çox gözəl nəticələr əldə edirik bu əməliyyatdan sonra. Bu da arxadan icra olunan bir əməliyyatdır. Yəni artıq əvvəllər bilirsiniz, bağırsağın uzanmasına əgər qarın boşluğu açılırdısa, əlbəttə burada uzanma, sallanmanın miqdarına baxırıq biz. Yəni bu o demək deyil ki, esfari bağırsaqda sallanma. Onun da xüsusi cihazları var. Bu xüsusi düz bağırsaqlar üçün olan bir cihazdır, Longo aparatı. Hansı ki, burada babasil və yaxud da sallanma, prolapsus varsa babasillə yanaşı, biz bu aparatları, cihazları istifadə edərək xəstəmizi yüngül, minimal invaziv əməliyyatlardır bunlar. Yəni az travmatik əməliyyatlardır. Yəni əvvəl məsələn skalpeldən istifadə ediriksə, orada qanaxma riski çox yüksək səviyyədədir. Trubkalar qoyurduq və xəstənin o trubka çıxanda həqiqətən çox böyük acılar yaşayırdı. Ona görə hər alətin, yəni öz belə deyim, stadiyasına görə, babasilin stadiyasına görə biz həll edirik. Bəzən xəstələrimiz ən çox problem nədən ibarətdir? Yəni belə deyim, bəzən klinikalarda belə deyim, sizə lazer istifadə edirik. Əslində o bəzi klinikalar belə deyim ki, lazer cihazı deyil əslində. Yəni həqiqi lazer özləri, bax budur, görüntülü şəkildə mən göstərirəm pasiyentlərimizə. Yəni həqiqətən bunu da hər babasilə olmaz icra eləmək. Yəni bu cihazlar özünüz bilirsiniz ki, mənim yəni bütün avadanlıqlar, biz də bilirsiniz, Türk Koloproktoloji Cəmiyyətinin üzvüyəm və orada nə qədər cihazlar, alətlər varsa, həm klinika tərəfindən sağ olsunlar, yəni cihazlar qarşılanır, həm də özüm öz şəxsi vəsaitimə, məsələn bu aləti mən öz şəxsi vəsaitimə gətirmişəm orada. Yəni sözüm nədən gedir? Bütün cihazlarımız var. Mən pasiyentlərimə deyirəm ki, mən sənə faydalı olan əməliyyat eləmək istəyirəm. Əgər durub 4-cü stadiya sallanmış, əgər bağırsaq sallanıbsa və yaxud da orada qanayan gemoroidlar artıq üzə çıxmaq, əfsuslar olsun ki, biz buna efir vasitəsilə verə bilmirik. İnanın, o dərəcədə gəlirlər, o vəziyyətdə gəlirlər ki, yəni utanç duyurlar. Birincisi, əvvəl bundan utanmaq lazım deyil. Mən həmişə xəstələrimə deyirəm ki, düz bağırsaq ən vacib orqanlarımızdan biridir. Əgər ki, biz qidalanırıqsa və bizim həzmimiz gedirsə və difikasiya akti
gerçəkləşirsə, ən vacib orqanlardan biridir. Necə ki, xanımlara deyirəm buradan, ginekoloqun yanına gedirlər, qadın məsləhətxanasına gedirlərsə, eyni şəkildə proktoloqun da yanına gəlsinlər. Qətiyyən bundan çəkinməsinlər. Çünki elə bir vəziyyətdə gəlirlər ki, artıq biz bunlara lazer eləyə bilmərik. Eləsən də effektivli olmayacaq. Bəli. Yəni hər mərhələyə uyğun, babasinin hər mərhələsinə uyğun özünün müalicə metodu var. Bu müalicə metodların hamısı, demək olar ki, hamısı Grand Hospitalda mövcuddur və Türkan Gündüz Türkiyə Koloproktoloji Cəmiyyətinin üzvü və Grand Hospitalın ümumi cərrahı və koloproktoloqu bu əməliyyatları icra edir. Gəlin görək əməliyyatdan sonraki dövr necə keçir. Çünki çox insanlar bu əməliyyatlara niyə gəlmirlər? Düşünürlər ki, əməliyyatdan sonra ağrılarım olacaq, dediyiniz difikasiya aktı necə həyata keçəcək? Yəni, bəzi sualları var. Buna da bir aydınlıq gətirək. Əlbəttə, belə deyim, əgər bizim insanlarımız çox bilinçli insanlardır, belə deyim, əgər bir əməliyyat olunmuş sahədən defikasiya aktı gerçəkləşirsə, yəni bu bizim əlimizin üstündə olan bir yara deyil, qarın boşluğumuzda olan bir yara deyil ki, biz bunu qoruyaq. Və oradan əgər defikasiya aktı gerçəkləşirsə, əlbəttə minimal da olsa orada ağrı ola bilər. Düzdür, lazer üsulu avadanlıqlardan istifadə edəndə orada ağrı olmur. Minimal dərəcədə olur. Deyirik, məsələn, yandırma üsulunda bunda biraz ağrı olur, göynəmə, sızlama kimi ola bilər. Amma əgər ki, biz bunları liqaşurla, lonqa ilə eləyiriksə, burada 1-2 günlük, 3 günlük yüngül ağrılar ola bilər. Yəni biz desək ki, heç ağrı olmur, doğru olmaz bu. İstər long olsun, istər liqaşuru olsun, yüngül. Amma bu əvvəlki əməliyyatlara nisbətən həqiqətən yerlə göy arasında bir fərqdir. Çünki biz açıq əməliyyatlarda eləyirik, burada biz hər hansı bir güclü ağrı kəsicilərdən istifadə eləyiriksə, bunlarda yüngül bir ağrı kəsici kifayət eləyir. Başa düşdünüz? Yəni əməliyyatdan sonra da ağrılar minimal şəkildə olur. Heç olmur deyə lazerdə, bilirik. mən belə deyim, lazerdə, bax bu infrared koagulyasiyon lazerlər və bu lazerlər heç olmaya bilir. Biz xəstələrimizə əməliyyat edib eyni gün buraxa bilirik. Amma xəstəmizdə qanayan, aktiv, həqiqətən üzə çıxan damar varsa, bir də bəzən olur ki, məsələn, xəstəmizi biz buraxdığımız zaman gedirlər, məsələn, elə bilirlər lazer olub, nə istəyir, yeyir. Bəzən olur ki, dietasına fikir vermir. Amma yəni biz Türkiyədən yeni gəldiyimizdə xəstələrimizi həmən mənə daha öncə 1-2 il bundan qabaq əməliyyat edədiyim xəstələr bilir. Mən səhər əməliyyat edirdim, axşam buraxırdım. Amma 1-2 dənə məsələn xəstəmiz oldu ki, getdi evə məsələn üçün qidalama rejiminə riayət eləmir. Məsələn, problem yaşadığına görə biz xəstələrimizi bir gün klinikada yəni saxlamaqdan yanayıq və ertəsi gün çox gözəl bir nəticə əldə edirik. Xəstələrimiz çox məmnun bir vəziyyətdə öz işlərinə, normal iş fəaliyyətlərinə qayıdırlar. Və Türkan xanım, doğrudan mən sizə təşəkkürümü bildirirəm ki, siz vaxt tapırsınız, gəlirsiniz. Buradan tamaşaçılarımıza bayaq bir, belə deyək də, bir şeyi qeyd etdiniz ki, bəzən insanları yanlış istiqamətləndirirlər. Deyirlər ki, gəlin sizi lazerlə əməliyyat edəcəyik, amma heç də lazer deyil. Bəli. Amma buradan bizim tamaşaçılarımız gördülər lazer, yəni cihazı nədir, digər üsullar nədir, hamısını gördülər və siz yəni bunu Azərbaycanda edirsiniz, amma bir müddət öncə də sizi Türkiyə dəvət edəmişlər. Bəli. Türkiyə kanallarında birində də çıxış etdiniz. Bəli. Yəni orada necə oldu? Onların belə deyək də tamaşaçıları, onların insanları necə məlumatlıdırlar yəqin ki, təbii ki, onlarda çünki tibb çox inkişaf edibdir. Belə deyim, çox şükürlər olsun ki, Vəfa xanım, bunu tam əminliklə deyə bilərəm ki, biz onlardan heç də geridə deyilik, eyni onların səviyyəsindəyik. Yəni çünki yenə deyirəm, yaxşı ki bu cəmiyyətlər var, yaxşı ki bu konqrelər var və mən onun üzvüyəm. Ona görə də deyirəm, orada hansı avadanlıq yəni onlar icra eləyirsə əməliyyatı, biz həmən öz klinikamızda onu bərpa eləyirik və xəstələrimiz üstündə icra eləyirik. Yəni artıq xəstələrimiz çox şükürlər olsun ki, mənim bu son zamanlarda pasiyentlərim var ki, Türkiyəyə hətta gəzib gəlib və orada əməliyyat elətdirmək istəmir, gəlirlər bizə müraciət eləyirlər. O artıq sevindirici haldır. Yəni bundan işləri tam əminliklə rahat olsunlar ki, dünya səviyyəsində olan əməliyyatları biz həyata keçirdirik. Heç də onlardan geridə deyilik. Belə deyim, onlarda da ümumiyyətlə dünyada proktologiya elmi, belə deyim, çox həssas bir bölmədir. Çünki niyə görə? Genəl cərrah uzmanları, bizdə ümumi cərrah, onlarda genəl cərrah uzmanları hamısı bütün əməliyyatları eləyirlər. Amma proktologiya o qədər həssas bir bölgədir ki, o qədər o düz bağırsaq həssas bir bölgədir ki, Allah eləməsin, məsələn, bizə müraciət edirlər. Anal stenoz, əməliyyatdan sonra anal nahiyədə darlıq, anal sfinkterin zədələnməsi nəticəsində inkontinans, yəni ki, nəcis qaçırma, gənc xanımlar gəliblər, müraciət ediblər. Hətta yəni bu fəsadlardır əməliyyatdan sonra. Əməliyyatdan sonraki fəsadlardır. Yəni
ən çox da belə pis çıxması açıq əməliyyatların fəsadlarıdır. Hansı ki, burada travmatik əməliyyatlardır və burada sfinkterin zədələnməsi çox yüksək səviyyədədir və inanın ki, bu gənc xanımlar gəlirlər 20-25 yaşında çocuk bezi ilə gəzirlər, belə deyim. Amma Türkan xanım, indi ki yeni bu metodlar çıxıb, həm də görün nə qədər metod var. Bəli. Hamısı da az travmatikdir. Bəli. Yəni o köhnə üsullara, açıq, kəsərək aparılan üsullara bir ehtiyac varmı? Yəni elə bir məqam varmı ki, siz deyəsiniz ki, hə bu məqamda Babasilin bu mərhələsində bizim yəni bu yeni metodların bir faydası olmayacaq və ya biz bunu edə bilməyəcəyik. Mütləq kəsərək o dədə-baba qaydası ilə etməliyik. Əlbəttə ki, belə deyim, xeyr, bizim şükür Allaha əlimizdə elə avadanlıqlar var ki, biz bunları qapalı əməliyyatdan yanayıq. Amma belə deyim, maliyyət olaraq biraz bahalı olduğuna görə bəzən xəstələrimizi başqa, məsələn, kim ki lazer eləmir, belə deyim, deyir ki, o pisdir, təkrar yaranacaq. Açıq əməliyyatdan sonra da residiv ehtimalı çox yüksəkdir. Bəzən xəstəmiz gəlir bizə deyir ki, %100 doktor qarantiya verirsiniz, %100 heç bir dünyada qarantiya heç bir həkim verə bilməz. Amma həkim ən gözəl bir əməliyyatı icra eləmək onun vəzifəsidir, bir. İkincisi də altda yatan nədirsə onu araşdırmaq lazımdır. Əgər xəstəmiz, az öncə mən qeyd elədim, bağırsaqda uzanma və yaxud genişlənmə varsa, xəstə 10 günlərlə bir ayaq yoluna gedirsə, bunun əlbəttə ki, sən babasını əməliyyat eləyəndən sonra, bəlli bir perioddan sonra bu xanım və yaxud bəy qəbizlik problemindən əziyyət çəkirsə, uzun müddət ayaq yoluna qalırsa, artıq bunda belə deyim sizə, bu təkrar residiv ehtimalı ola bilər. Başqa bir yerdən damar çıxa bilər. Amma belə deyim, biz həkimin əsas vəzifəsi nədən ibarətdir? Geniş anamnez toplamaq. Əgər pasiyentimizdə ishal varsa, məsələn, qəbizlik varsa, tək qəbizlik babasili yaratmır. Yəni, ishalın özü də babasili yaradır, anal çatı yaradır. Varsa, biz bunların qarşısını almalıyıq. Yəni, necə qarşısını ala bilərik? Əgər pasiyenti məlumatlandırmalısan, deməlisən ki, məsələn, sənin bağırsağında uzanma var. Onda mən sənə 2 etaplı əməliyyat eləməliyəm. Qarın boşluğu açılmalıdır, mən sənə anastomoz qoymalıyam, eyni şəkildə də babasili əməliyyatı icra eləməliyəm. Əgər buna pasiyent ekonomik olaraq da, yəni mali olaraq da əgər hazırdırsa və buna razılıq verirsə, biz bu əməliyyatları edirik. Yox, xəstə deyirsə, hal-hazırda məni qanaxma, kəskin ağrılar narahat edir, doktor, babasilmə əməliyyat elə. Həkim olaraq vəzifəmiz birinci onun qanaxmasını durdurmaq və babasilmə əməliyyat eləməkdir. Və çox yüksək, belə deyim, yəni mən əməliyyat elədim, buraxmıram xəstəmi, belə deyim. Yəni hər zaman ona deyirəm ki, bəzən mən bu sevindirici haldır ki, subay pasiyentlərim də olur, belə deyim, təkrar hamiləlik yaşayan xanımlar da olur və yaxud da ailə həyatı qurandan sonra da mənlə əlaqə qururlar. Yəni bunlar hamiləlik zamanı təkrar babasilin yaranmaması üçün. Bilirsiniz, hamiləlik zamanında həqiqətən də aşağı venoz durğunluq olduğuna görə, yəni gəbəlik, hamiləlik dövrünün son trimestrində venoz durğunluq olduğuna görə hamiləlik zamanı, hamiləlik periodunda da hamilə xanımlarımız çox əziyyət çəkirlər bu problemlə. Yəni, məsələn, qəbizlik problemi olur. Bilirsiniz, hormonal dəyişikliklər baş verir burada. Ona görə də bizim həkim olaraq vaxtında onlar müraciət etdikləri zaman biz onları bu babasil xəstəliyinə tutulmaqdan qoruya bilirik. Təbii ki, hər hansı bir xəstəliyin aradan qaldırılmasında və bu xəstəliyin müalicəsinin effekti həm pasiyentdən də asılıdır və təbii ki, o deyirsiniz, belə deyək, zəmanət istəyirlər. Zəmanət düşünürəm ki, həkimin savadı, biliyi və təcrübəsidir. Nə qədər həkim savadlı, bilik, təcrübəli olarsa, təbii ki, onun etdiyi əməliyyat, onun etdiyi müalicələrdə bir o qədər uğurlu alınar. Təbii ki, dediyiniz kimi %100 heç bir şey birə qaranti vermək olmur. Amma yenə də o da yəni, çox böyük rol oynayır. Əlbəttə. Və düşünürəm ki, doğrudan da həkimlik çox məsuliyyətli bir peşədir. Bu, insanın həyatı mövzudur deyə hər həkim özündə bir məsuliyyəti yəni təbii ki, hiss edir. İndi şükürlər olsun ki, bizim indi gələn həkimlərimiz də, düzdür, öncəki həkimlərimiz də çox savadlı, məsuliyyətli, amma indiki həkimlərimiz də sanki daha da belə əzmlə çalışırlar. Doğrudan sevindirici haldır ki, artıq bizim də səhiyyəmiz, bizim də tibbimiz bu yerlərdədir. Yəni, hər bir sahədə inşallah bu cür inkişaf olar. Və hörmətli tamaşaçılarımız, əgər düz bağırsaq xəstəliklərindən əziyyət çəkirsinizsə, bu fərq etməz, bir tek babasil deyil, bir çox düz bağırsaq xəstəliklər var. Grand Hospitala müraciət edə bilərsiniz. İstənilən düz bağırsaq xəstəliyi Grand Hospitalda çox uğurla aradan qaldırılır. Təbii ki, Türkan gündüz orada fəaliyyət göstərir və təşəkkürümü bildirəm. Sonunda çox qısa istəyirsiniz tamaşaçılarımıza bir şeylər söyləyin. Tamaşaçılarımıza buradan demək istəyirəm ki, qətiyyən həkimə müraciət eləməkdən çəkinməsinlər. Artıq həqiqətən xaricə getməyə ehtiyac yoxdur. Bütün sahələrimizdə belədir. Yəni, tək proktologiya deyil. Vaxtında müraciət elədikləri zaman, yəni hər hansı bir əməliyyatın qarşısını da almaq olur. Yəni, biz erkən diaqnoz qoyduğumuz
zaman bunları konservativ dərman müalicəsi ilə, əlbəttə ki, biz gələn kimi xəstəni əməliyyat eləmirik. Konservativ dərman müalicəsi ilə bu xəstəliklərin qarşısını almaq olur. Olur. Təşəkkürümü bildirirəm. Bir daha hörmətli tamaşaçılarımız, qonağımız Türkiyə Koloproktologiya Cəmiyyətinin üzvü, Grand Hospitalın ümumi cərrahı, koloproktoloq Türkan Gündüz idi. Bax, belə hörmətli tamaşaçılarımız, bu saat olan buraxılışımız sonuna çatdı. Yenidən görüşmək ümidi ilə, sonda isə gördüyünüz bax, bu gözəl geyimə görə X-Lady-yə təşəkkürlər. Neftçilər metrosunun yaxınlığında yerləşir. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.